Bugünkü mövzumuzda tam olaraq süni intellektdən memplate istifadə edərək bütün proyektimizi indeksləyəcəyik. Burada səbəbimiz nədir indeksləməkdə? Çünki biz süni intellektə axtarış edən zaman istər-istəməz biz axtarış məsələn əmr veririk. O gedir bizim bütün fayllarımızı tarayır və bu nəyə yol açır? Bizdə həddindən artıq token israfına yol açır. İndi bu videomuzda bu token israfını minimal həddə necə çatdıracağıq, onu göstərəcəm. Və keçək videoya. Deməli, proyektimiz budur. Mempalace. 54K ulduzu var GitHub'da gördüyünüz kimi. Bunun indi işlənmə qaydasını sizə izah edəcəm. Burada görə bilərsiniz pip install mempalace girirsiniz. Gəlirsiniz bura. Terminala yazırsınız pip install mempalace. Yəni fərqi yoxdur. Yəni avtomatik olaraq gördüyünüz kimi məndə hal-hazırda yüklü deyə yükləndi. Bu aktiv olandan sonra deməli nə varsınız? Mempalace sizin öz proyektimizin qovluğuna keçməlisiniz. Gördüyünüz kimi bu mənim WhatsApp proyektimdir. Həddindən artıq yəni şeylər var da, kodları var. Axtarış zamanı bunu elə eləyəcəyik ki, yəni sıfır vəziyyətinə düşsün. Axtarış maliyyəti, token israfı. Burada gördüyünüz kimi storage backend yazılıbdır. Pip mempalace mine yazırsınız. Bir də şeyin qovluğunu yazırsınız. Bu backend bizə lazım deyil ki, biz bütün qovluqları indeksləyəcəyik. Baxın, mempalace initialize yazırıq. Initialize da yaza bilərsiniz, mine da yaza bilərsiniz. Initialize yazıb nöqtə qoyuruq və gördüyünüz kimi indi bizim üçün bu şey eləyəcək. Split lines mine yazaq bir dənə mine. Əgər belə bir error çıxsa böyük ehtimal initialize problem. Gördüyünüz kimi məndə 414 dənə sətir var idi. PI mempalace mine ilə elədik. Nöqtə yazırıq ki, bütün hal-hazırdakı olduğumuz qovluğun hamısını indeksləsin. Gördüyünüz kimi məndə mempalace qovluğu var. Wing WhatsApp'dır, yəni bu qovluğun adıdır. Gördüyünüz kimi bunların hamısı 414 ədəd fayl var. Hamısı indi sıra-sıra indeksləyir. İndi bu indeksləsin, qutarsın, video davam edəcəm. Baxın, indi indeksləməsi tamamlandı. Məsələn, mempalace search WhatsApp yazır. Bizə WhatsApp-a aid bütün gedir sözləri gətirir. Gördüyünüz kimi bizdə generalın içində source-un mənbəyini ptr-br, JSON içindəki məlumatlar gətirdi, MD-lər gətirdi, readme-lər gətirdi, readme-nin içindəki MD-lər gətirdi. i18 TCX əsas API-miz buradadır. WhatsApp tərəfindən ən birinci demək olar ki, bunu gətirdi. Yəni burada əsas məqsədimiz biz bunu search eləyirik, axtarış eləyirik. Süni intellektimizdə nə var? Gedir mən arxa planda mempalace istifadə eləyir, axtarış eləyir və bizim proyektimizin kodlarını daha tez yəni axtarış eləyir də. Yəni bir də şeylər hazır indekslənib deyə kodlarımız, yəni çox rahat bir şəkildə axtarış edir və bunun bizə çox böyük avantajı var. Həm zaman avantajı, həm necə deyim, təkrarlanmama avantajı elə olur ki, məsələn, süni intellekt Codex və ya Cloud Code bir şeyi 5 dəfə, 10 dəfə təzədən təkrarlayır. Həm də ki, gedib Cloud Code Codex gedir, məsələn, sizin bütün proyektinizi başdan ayağa oxuyurlar. Burada hazırda indekslənmiş bir şəkildə olduğu üçün sizdə hər bir şey tam rahat bir şəkildə tapa bilir. İndi gəlin bunu sizi Cloud Codex-ə qoşmağa qoyacağım. Cloud Code istifadə edənlər üçün cloud.md fayl yaradırsınız. Yəni demək olar ki, heç bir fərqi yoxdur. Deməli biz fayllarımıza gəlirik buradan. Deməli burada plusa basırıq, daha doğrusu ana faylın içində plusa basaq. Buradan agents.md yazırıq, md. Bu Cloud Code, daha doğrusu Codex üçün keçərlidir. Əgər Cloud Code istifadə edirsinizsə, agents'ı gəlirsiniz, Cloud MD yazırsınız. Bu agents MD nə üçündür? Sizin proyektinizi başlayan kimi avtomatik olaraq gedir şey eləyir. Bunları tarayır, agentləri tarayır da. Görün mənə hansı tapşırıqlar verir. Gördüyünüz kimi burada yazır ki, use mempalace when, yəni ki, nə zaman istifadə edəcək qaydalarını yazır. Ümumiyyətlə bunu siz silə bilərsiniz, yəni fərqi yoxdur. Burada Codex yazar işlədək. Silib, yəni təzədən lap başdan özünüz yaza bilərsiniz. Öz proyektinizin strukturuna görə yaza bilərsiniz, yəni. Salam, WhatsApp ilə əlaqəli kodlar hardadır? Bir dənə WhatsApp ilə əlaqəli kodlar hardadır yazaq. Görək bizim üçün bu avtomatik olaraq şeyi necə edəcək? Yəni axtarışı mempalace edəcəkmi yoxsa etməyəcəkmi? Bunlar heç bu mən öz API-mi istifadə edirəm deyə belə bir error gəldi. Normal bir şeydir. Baxın, get contact scripts'dən mempalace memory scripts MD-ni gətirdi avtomatik olaraq. Avtomatik olaraq bizim mempalace search-ı gətirdi. Burada allow for always allow deyək. Gördüyünüz kimi
API Integration Channel altındadır. İndi dəqiq faylıqları, qovluqları axtarıram. Gördüyünüz kimi bizim üçün getdi, avtomatik olaraq çox gözəl bir şəkildə bizim WhatsApp ilə əlaqəli kodlarımızı gətirdi. WhatsApp API ilə əlaqəli. Yəni burada öz axtarış etmədi. 2 saniyə getdi, gətirdi yəni. Burada əlavə olaraq məsələn indi özü də axtarır, full name falan. Bilirsiniz necə? Avtomatik olaraq gedir bu qovluğu tapdığı üçün qovluğun içinə girir Codex və ya Cloud Code. Avtomatik olaraq gedir özü də tapır. Yəni ümumiyyətcə, yəni ümumi olaraq belə deyim ki, yəni bunu sırf axtarışını, yəni şey də demək olar. İstəyirsiniz ki, məsələn sizin şeyinizi axtarmasın da bu fayllarınızı tək-tək gəzməsin. Ümumiyyətcə full inteqrasiya eləmək üçün, yəni bu agents.md-ni deyirsiniz ki, heç vaxt get content məsələn ls-cd komandalarını istifadə eləmə. Mən nə bilim biraz proyektivizin strukturunu tanıdırsınız. Deyirsiniz ki, heç birini yəni bunları avtomatik olaraq yoxlamadı, yəni boş-boş yoxlamadı. Ancaq memplace ilə indekslənmiş faylları avtomatik olaraq axtar. Elə axtarır sizin üçün çox gözəl bir nəticə çıxarır ortaya. Yəni bunu istifadə edə bilərsiniz çox rahat bir şəkildə. Gördüyünüz kimi bizə içində WhatsApp-a əlaqəli kodların, fayllarını tapdı. İndi biraz özü istifadə elədi, amma başlıqda görə bilərsiniz ki, yəni memplace search istifadə elədi. Yenə deyirəm, o agents.md faylı var, agents.md faylı. Bunu özünüz hər dəfə dizayn edə bilərsiniz, dəyişə bilərsiniz ki, məsələn, bunu mənim üçün etmə və ya da ki, hər dəfə proyekt açılanda avtomatik olaraq məndən icazə falan soruşma. Mən get proyektimi tara ki, bunun strukturu nətərdir, necə bir şeydir, indekslənmiş faylların mənədir, avtomatik olaraq gətirir. Ümumiyyətcə agentin mənası budur. Burada Cloud-da Cloud.md faylı gedir. Yəni siz buna deyirsiniz ki, məsələn, siz professional bir frontçusuz, backçisiz, ona görə davranır. Yəni davranış qaydalarını agents.md-dən və cloud.md-dən düzəldirsiniz, dəyişirsiniz. Yəni mən bugünkü videomuzda memplace-də necə inteqrasiya etdiyimi öyrətdim. Digər videolarımızda görüşənədək lütfən kanala abunə olmağı unutmayın. Hal-hazırda 995 abunəyik, çox gözəl irəliləyirik. Sadəcə son 2 həftədə video falan ata bilmədim, çox üzrlü sayın ona görə. Videolarımız tam qaz davam edəcək. Hələlik çox sağ olun. Bizdə bizim icma kanalımız var, süni intellektlə bağlı. Bir dənə onu da göstərək sizə. Şirinlik.com. Şirinlik.com saytımız var, bizim icma kanalımız. Aylıq hal-hazırda 90 manatdır. 20 abunəni keçdikdən sonra yəni qiymətlərimiz qalxacaqdır. Burada biz sizin üçün nağarı sıfırdan süni intellekt bilməyən insanları ya da ki bu süni intellekt ya da ki proqramlaşdırma bilən insanları, yəni süni intellekt alətlərini necə istifadə edərək pul qazanmağı, necə istifadə edib yəni irəli getməyi, reklamları necə keçməyi, hamısını tam sıfırdan sizə bu videoda öyrədirik. Yəni bu icmamızın içində öyrədirik. Yəni icma aylıq bir kurs kimi fikirləşin. Sadəcə burada hazır videolar var. Əlavə olaraq da ki burada məsələn fərqli paketləri olacaq da. Məndən sırf dəstək ala bilərsiniz ki, məsələn, Vüsal qardaş, bunu proyektdə necə eləsəm daha yaxşı tutar və ya da ki, Elsəvər qardaş, bunu hansı cür reklam eləsəm daha bizim üçün yəni əlverişli ola bilər. Yəni hər bir şey bizim üçün yəni soruşa bilərsiniz. Bizim üçün yəni ki, xoşdur ki, sizin bizim aramızda yəni görməklə yəni bu icmadır. Bu icma tam olaraq yəni sizindir. Yəni fərqli bir suallarınız olsa suallarınızı yazırsınız. İnsanlar burada icmanın içindəki olan insanlar sizə avtomatik olaraq yəni cavab verməyə çalışırlar. Özü hər dəfə sual verdikcə başqa insanlar da bu suallara baxır, həm də suallara cavab verdikcə özləri də inkişaf edir. Ümumiyyətcə sual vermə çox gözəl bir funksiyadır. Yəni ki, mən özüm də yəni o milyonlarca yəni dəfə suallar vermişəm. Belə. Hələlik çox sağ olun. Abunə olmağı unutmayın. Hal-hazırda 995 abunəyik. Hələlik.